Salam dəyərli dostlar, hər vaxtınız xeyir. Əziz dostlar, Əlim yandı qiymətlənən romanı gülçülük, şəxsi tikili və hal-hazırda yaşayışdır. Müəyyən əşyaları qalacaq, yəni mətbəx mebeli, hamama aid olan şeylər, nə istəyən onun ev sahibindən özü danışacaqsınız inşallah. Qiymətimiz əziz dostlar 48500 manatdır. Təbii ki, real alıcıya və buradan deyirəm, bu evin ilk start qiyməti 57000 bibi dedi və təcili dedi, yox bibi, elə eləyək ki, tez satmaq istəyir, tez sataq. Yəni 48500 manata 2 otaq və indi göstərəcəyim yerdə zal studiyo kimi hal-hazırda istifadə edirlər. Amma 2 otağı buranın eləyə bilərsiniz, buranın həmçinin qonaq otağı, çünki bu qədər koridor olmaz. Evimizin istilik sistemi İran peçidir. Dairəvi cütdaşdır, əziz dostlar. 2 sot yarımda və icra sərəncamıdır sənədi. Yəni gülçükdə bilirsiniz ki, yolun digər hissəsi əkinci, digər hissəsi isə kubça ala biləcəyiniz sahələrdir. Və buranı bax ev sahibi hal-hazırda zal studiyo kimi istifadə edir. Stolunu görürsünüz. Rahat şəkildə də yerləşir. Hamam sanuzeli evin daxilindədir. Dairəvi cütdaşdır. Qiymət də ki, maşallahı var. 48500 manat əziz olsa. Qaz, su, işıq problemində qətiyyən yoxdur və üzərinə, yəni belə deyək, sənədlərin arxasıca gedib kubçanı da çıxartdırmaq kimi bir imkanınız var. Çünki burada bəzi qonşularda hətta kubçası da var. 2 sot yarımlı əziz dostlar. Evimizin daxili görürsünüz bu qədərdir. Keçibin nəhayətində göstərəcək paket şiferdir. Allah alanda satanda xeyir eləsin əziz dostlar. Və bunu deyim ki, bu qiymətə bir tək bizim səhifəmizdir və ümumiyyətcə bu evi bir tək biz çəkirik. Allah xeyirlisini eləsin həm satan üçün, həm alan üçün. 48500 manat əziz dostlar. Baxın, bu da evimizin həyət yanı sahəsi və təkrar vurgulam ki, sırf fərdi yaşayış olan sahələrdir. Yəni zaborda görürsünüz ki, aşağı. İndi qonşularda mehribançılıq var deyənə ehtiyac görmürlər qaldırmağa, amma qaldıra bilərsiniz. Dairəvi cütdaş, paket şifer, qaldıqca da müəyyən yenilikləri eləyə bilərsiniz. Və 2 sot yarım. Qaz, su, işıq problemində qətiyyən yoxdur. İstəsəniz də ki, həyətində çox rahat şəkildə maşın daxil eləmək üçün zaboru darvazaya çevirə bilərsiniz. Sağ olun, sağ ola qalın.